Başladı oyun. Başladı, oyunlar başladı, bəli. Nəysə, hamıya uğurlar arzu edirəm. Dəqiq çıxdı qaqa. Dəqiq 2000-də çıxdı. Dəqiq 2000-də. Option birinci yerə 30 manat, ikinci yerə 20 manat, üçüncü yerə 10 manat. Allah xeyir versin. Başlayın görə. Tural Usta option müftədən xal qazandı. Gəlin birinci oyunumuzu nədən başlayaq? Emillə Əliyevin oyununa baxalım birinci. Yenə də Amin keçə bilərsən də ikinci turdan oynaya bilərsən. Problem yoxdur. Qeydiyyatdan keçirsənsə problem yox. İkinci turdan oyundan verir. Narahatçılıq yoxdur. Birinci turdan məsələn verməsə də ikinci turdan oyun verir. Qoşulandan sonra ikinci turdan verir oyun. Amin Fərəcli. 7 dənə oyundur. Yəni qoşula bilərsən. Yəni şeylə prosta birinci tura qoşula bilmədin də, bildin nə tər? Hə, yazan lövhədən çəkim, yaxşı. Aravan, sən nə qoşulmadın qaqa? Hə, ikinci turdan qoşula bilərsən, yəni problem yoxdur. Şeylə qoşul. Aravan, nə qoşulmadın sən qadınqım? Acından gün orta qalxsan, girərdin birinci, ikinci yerə, üçüncü yerə çıxardın, bir 20-30 manatın var idi, qaqa, 10 manatın zadın var idi. Bəli, ola bilər, ola bilər. Tələbə adamsan. Aha. Vay. Ekskluziv gedişlər olur ha Əliyevdə. Salam. Kim şey eləyirsə də göndərsin, tez qəbul eləyim buradan. Qoyuram bu kimdir? Nihat. Nihatı da qəbul elədik. Mahnılar xoşunuza gəlir dostlar. American country müzik də elə bil, bildiniz nə tər? American country müzik. Özdə romantik də, bildiniz nə tər? Temada. Mən hamısı isti yayından 1 saat qabaq yazdığım mahnılardır. Əliyev yaman gəlir ha, Emil, qaqa. Əliyev yaman gəlir üstünə. Qoy görək bunun axırı nə olacaq. Yaman gəlir üstünə. Qoy görək nə olacaq. Bu şey nə işləmir? Kocam boyu. Bəli, bu işləməli. Bunlar bir müddət gedəcək də elə bilir. Bağlayım təzdən açım da. Baş beynimizi aparacaq. Team kod 10-10-10-11. Sakit, neyinisən Rafael oynamağını. Gələcək də bir xalın var, neyinisən oynamağını. Sakit otur. 2 dəqiqə, 3 dəqiqə qutarırdan. Orada tamaşa elə. Neyinisən, kimimiz var ki bizim Moskvada. Salam İsmail, salam. İnteresan adamlarsınız. Neyinisən oynamağını, nə bilim, nə qədər adını da çəkmə. O yarışlarda zadda. Bir də görsən rəqib sadı səhvlə basmır. Adam var deyir ki, sadı basmadım da. Adam da var sakitcə baxır. Neysə, o da sadı basmır, kodunu eləyir, çıxır gedir hərrənir. Bu da nəyinə gedir, vaxt ondan getmir. Deyir, qoy getsinlər, vaxt ondan gedir. Bir də 5 saatdan sonra gəlir, baxır ki, 3 dəqiqəsi qalır. Tələsmə Albert, tələsmə qadınqam. Qoy görüm, bundan sonra elə bir neçə oyun keçsin, sonra sənin oyununa baxarıq. Bildin də nə qalacaq? Cəllabat 5, Gəncə 6. E hərfinə nə deyək? Elə bil Elçin 4. Bu belə. Hə, nəyinə girək xal, dinlik eləmirsən, lazımdırsa. Kim axtarırdın sən? Sakit aq da, neyinsən? Sakit lazımdır. Bu indi gəlindi, Rafael indi fair play də, fair playçi. Sakitdir da, nəyinə girək?
İsmail buyur qadınam. Geçdin İsmail. Linki atmağa geçdin İsmail. Direktə yaz göndərərəm. Yaxşı, direktə yaz görsənəm. Göndərim qoy, yaxşı. Yaxşı, qoy göndərim. İkinci turdur, ikinci tur. Buyur, qoşul. Qoyacağım, Amin Fərəcli. Qoşuldunuz, yoxsa bu SS kimi idi? O da qoşuldu, yoxsa yox? Qoyacağım, kimi göndərir? Rauf Cımılı. Rauf, təzə profilləri qəbul eləmirəm. Təzə profillər. Bəli, oyunlar başlayıb. Rauf, qoy sənin özünə WhatsAppda yazılım da. Qoşuldunuz eləmə, hə, lap yaxşı. Təzə profilləri qoşmuram, inşallah gələn həftə qoşularsınız. Yəni oyun oynanmamış profilləri qoşmuram. Üçüncü yerdə nəyə görə lazımdır Sarafar? Üçüncü yerində oturubsan da, 5 qoyub 10 götürəsən indi səbirli ol. 2-3 dəfə də belə olsa 5 qoyub 10 götürəsən da, biznes də, biznes. Nəyə görə? Hə. Vay 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 vay. Vay, bu ağların nə qədər boşluğu var burada. Ağların nə qədər boşluğu var, ilahi. Eləmi? Yaxşı, onda qəbul eləyək. Qoyacağım, qəbul eləyim. Mat oldu ki, gözləniliydi də bu ki, mat olacaq. Çünki ağlar çox boş buraxmışdı hesabda. Kim var burada? Nurxanın oyununa baxaq görək. Nihatla nə var Nurxan? Nurxan həmişə biraz qeyri-adi gedişlər eləyir. Qoy görə. Yox, bütün oyunlar gərək qutarsın eləsin, bəli. Sağ olun, sağ olun. Koko. Sağ ol. Sağ ol. Nurxan yenə vaxtda bu səfər qənaət eləyir amma həmişə qənaət eləmirdi. Hey, ne takip etti? Amma bu səfər qənaət elədi. Məsələn 3 dəqiqəsi qalıb, rəqibin də saniyələri qalıb. Qoy görək. Topunu verdi. Topunu verdi ki dostlar. Qaralar üstündür. Qaralar üstündür. 2 figur üstündür. Qoy görək bunun ağrı nə olacaq. Çox maraqlıdır. Oya nə olur? Oya bu. Vəzir dəyişmək istəyirdi. Üstün ona görə.
Vay vay. Topu eşliğinden verdi. Topu heç olmasa topla topu vurar. Bildi mi? Qaraların reytinginə bax 1400 da, ağların reytingi 2180-dir. Bu nə oyundur? Boş yerə verdi getdi topu. Ona baxmayaraq qaralar üstündür. İndi qaralar əl çəkməyəcək, ancaq vəzir dəyişmək istəyəcək. Çünki üstündür, fiqur üstünlüyü var ona görə. Əl çəkməyəcək, yox. Açıq aşkar üstünlüyü var ha, yəni. Konkret fillərin də gözü bağlıdır ağlarda. Konkret fillərin də hərəkəti yoxdur. Heç bir hərəkət eləyə bilmir fillər. Vay 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 vay. Nə? Konkret, yəni ağların da filləri kordur. Bu bəlkə də pat ola bilər. Bu boyda fiqurla pat olma ehtimalı var. Əgər indi birazdan da vəzirin getməyə yeri qalmayacaq. Birazdan A7-yə getsə vəzir düşür. Oyda, o Seronu verəcək vəzir bu dəqiqə. Bir vaxt satıb vəzirə. Sən bilmədin oyunda nə baş verdi, nə fərqli sol salam. Nətər ki? İndi praktikalı oyuncudur da Nurxan, ola bilər ki, qalib gəlsin. Reytingi çox olanda biraz yazam onu heç də bax vəzir getdi ki. Görmədi deyən ha. Nəysə, Nurxan uduzdu da, təəssüf. Təəssüflər olsun ki, Nurxan uduzdu. Kenan Bizim də təbrik edir. İndi Haldun da yaman Matinho Banderasla dirəşibdir. O görə salam Sadiq, nə var nə yox, qoşulmayıbsan Sadiq qadın ol. Saat pul lazım deyil, qaqaş. Ayrı vaxtı deyirsən, nə bilim pul yoxdur, nə bilim acından gün orta qalxıram, zadvara bura. Ha, pulla təşkil edirsən, yenə də əmələ gəlmir, qaqaş. Neçə eləyək? 500 mad eləyək birinci yeri, Sadiq qaqaş. Bu adam girişmir də Rafael, 5 mada 10 mada giriş. Dünənlər baxıram, 2 dollarlıq şey yiysən qaqa, kalbasa yiysən, qoşul bir 30 manatlıq, qaşıq ki özünə bir restoranda otur, ət yiyən adamı. 2 manatlıq kalbasan orada qızardırsan bir ədayla pizza, o pizzaydı o. Təndir çörəyindən qalın idi xamır. Indi bunlar pizza pişirirlər qaqa. Estoniyada bunlar tələbə həyatı yaşayırlar. Xamırın qalınlığı təndir çörəyindən qalın idi bu boyda. Təndir çörəyindən aslında zavod çörəyi qoyub yeyən adamsan. Girişib qoşulardın, bəlkə 3-cü yerə çıxdın. Heç olmasa bir 10 madın var idi. Düz demirəm ki, sən zaman pizza idi ki, nətər gəldi pizza idi. O elə bir nətər gəldi. Free pizza. Bu qalınlıqda pizzanın xamuru olar uşaqlar. Bu qalınlıqdaydı. O nətər yiyəcək, o nətər dişləyəcəklər. Bu boyda qalınlıqda pizzanı dişləməyim olar ya. Digərlərinə şans verirsən, heç nə qadağam. Yaxşı. Yaxşı. Onda getsən pizzanı ye. Onda pizzanı ye. O pizza idi. Hiylə var, namizət. Baxacaq qaqa. 3-cü turda baxacaq hamısına. Narahat olma. Qoy oynasınlar. Tapmağa nə var ki, əlimizdə 2 vuraq ki. Mükafat birinciyə 30, ikinciyə 20, üçüncüyə də 10 manat. İndi ola bilər daha pat da ola bilər də qaqa. Pilləkən vari mat oldu da burada.
Biz də istəmirik ki, hiylə olsun. Biz mən bu dəqiqə ürəyimdəndir ki, bir dəqiqə yarışda bu dəqiqə hiylə olsun, bir çıxardım onu biraz biabır eləyib. Tural Usta, bəli. Tural Usta'nın bir xalı var, Quliyevin. Quliyev kimdir? Oynamayıbdı. Bəli, indi birinci turda çox adam gəlmirdi. Ola bilər ki, indi yer baxımından, yer tutmaq baxımından, xallar baxımından şey ola bilər. Amma bu məsələləri birinci sağ olsun. Sağ pizzəsən amma pizza zat pişirib eləmə, zəhərlənib eləyəcəm. Allah'ındır. Bahçeye gələndə pişirərik. Bir yerdə pişirərik də. Surok çeşmiş kalbasan ki. Orada da oba market var yoksa yok. Surokuna 3 saat kalmış. Endirimde olur mallar. Cedid testleresi ondan alırlar. Deyir 3 saate pişirdik. Pişirmədik çok zəhərlənəcək daha amalıqla. 3 saat kalmış elə bil elan verir də. Gəldin, pişirdin, bunu aparıb evdə saxlamaq şeyin yoxdur da, vaxtın yoxdur. Yəni aldın 100% pişirməlisən. Alırlar, riski pişirirlər. Yəni onu da 3 saat ərzində yedin, yemədin, zəhərlənsin. Heç nə. Hələ o cür surok çeşmiş saçka ilə, kalbasa ilə gedirsən ondan da idman eləyirsən. Vesi yığırsan. Hələ onun üstündə də bir kitarada ifa eləyirsən. Böyük şey. Görün sənə ət yeməyə versək, quzu əti versək nə qayarsan? Quzu əti versək əməlli başlı Spider-Man zad olarsan. 60 manat. Qocanın bəlkə səhvən nəsə göndərib eləyiblər, qoy baxım görüm. Vallahi bir də görsən səhvən demək kart qeydiyyatda olur, bir də görsən kiməsə bir 500 manat pul göndərəsdi, göndərir bana. Həmin dəqiqə elə bil həmin adamı blokatsan da. Deyirsən ki, heç nə qədər. Sən məni tanımırsan, mən də səni sübut elə. Bir dəfə mənim nömrəmə, nar nömrəmə 50 manat göndərmişdilər. 50 manat da göndəriflər, məndə də aylıq var. 10 manat bir çıxır, 5 manat da internetə çıxır. 15 manat da sıracı. Mən də kontur yükləmirəm ki, çıxmasın. Bildin nə? Kontur pul yükləyən kimi elə 10 manat şey mən də istəmirəm də, nə edirəm? Bu da 50 manatı göndərib 15 manat da ona çıxıbdı. Avtomatik çıxıb. Nəysə şeylədi ki, pulu bir dənə zəhmət ödədim şey belə yəni 15 manatın yaddan çıxart da, yəni onu göndərə bilməyəcəm. Deyir ki, get cibimdən qoy mənim pulumu göndər. Dedim, mən get işinlə məşğul ol. Mən sənə cibimdən pul verərəm. Mən nə qayım niyə göndərdirsən? O üçün bir ay şerləndim də. Sağ olsun. Nə qaymış olur? Mən deməmişdim ha göndər. Dedim zəngələ nardan soruşduram pul geri qaytarsınlar. Mən nə qayım qaqa? Cibimdən indi cəmaat 15 manat qoymuram. Mən yükləmirəm. Nar mobildə bilsən nə var? Şirinləndirməkdən ötürü nə var? Elə bil. Bu gün deyir ki 5 manat yüklə 9 GB verim. 2 gündən sonra deyir ki 5 manat yüklə 10 GB verim. Şirinləndirir də pul yükləyim. Risk onluğu çıxsın. Mən də yükləmirəm. Bu səhv gedir şimdi. Heç nə. Heç nə olmaz elə. O fili vurmalıydı əslində, səhv elədi. Qaralar o fili vurmalıydı amma səhv elədilər. Amma belə də qaralara üstünlük verdi. Piyadasını düzəltdi. Hə. Sadiq bugün nə yeyəsiz? Avokadolu nə yeyəsiz? Onu takip edirəm axı. Baxırsan o avokado, ustalara avokado yumurtası verən. Avokadolu yumurta. Bir dənə plov pişirmişəm. Marina olmuş toyuq. Onu izləyir. Əsən zaman plov bir-birinə yapışmış olar.
Hə, ona da nə gəldi bişirir. O günləri deyir ki, evdə tapdığım deyir. Balıq deyir çürümüş avokadodan. O günlər balıq bişirir. Obşun balığın gözü yox deyir. Balıq bir il bundan qalan balığıdır. Eşsən, balığın gözü tifdir. Balıq görünəndə gözü bozarır axı. Balıqda göz qalmır. İçini bütün söhtü turlatdı. Təsəvvürlə bir 5 kilo balığı idisə da içini söhtü dağıtdı. Bir dənə balığın başı qaldı, bir dənə də dərisi. Dərisinin altında hardasa bir 1 millimetrlik ət qaldı. Yazıq, yazıq. Nələr çəkir ha bu? Hə, görübsən onu. Bir dənə sən zəncir axırıncı videosuna bax. Mənim takibimdə var. Balıq bişirir. Onu da Morazilkadan tapıbdı qaqa. Balığın gözü yoxdur, konkret yoxdur. Balığın gözü elə bir anadan gəlmə kordur. Nə tər görünə balıqdırsa da gözü tifdir balığın. Özdən nə deyir? Deyir tapmışam, dolabdan tapmışam. Demir dolabda var idi. Deyir dolabdan bulduğum. Bu dolab nədir? Nə gəldi tapır bu. Dolabdan bulduğum. Rəydə biri yazır ki, deyir ustalar da işini bilib gələndə yemək yeyib gəlirlər. Biri də yazır ki, aha deyir ustalar bu gün də ac qaldı. Araz nə var nə yox. Instagramın kəşfiyyatını da düzəldə bilmirəm Sadiq. Instagramın kəşfiyyatı bilsən nə gündədir? Yəni kiməsə veriləsi deyil də. Yəni Instagramın kəşfiyyatını düzəltməkdən ötürü gərək Instagramı siləm təzədən yazam da bildin nədir? Özdə bir dənəsinə 5 saniyə baxdım, dalı gəlir ha. Dalı dayanmır. Nələr gəlir, nələr. Bu kim idi? Thomas Shelby. Konkret keyfli vaxtı baxdığım videolardır. İndi də təmizləyə bilmirəm də, heç cürə təmizləyə bilmirəm. Əmələ gəlmir. Bir dəfə qələt elədim, o pingvinə baxdım. Hələ o pingvin təzə çıxanda, o bezdim ya pingvin. Pingvin baxdım, axırda söyürdüm pingvinə. Bəlkə bu səydi, bəlkə bu dəlidir. Qrupdan ayrılır, deyirəm mən vəbşi gedirəm. Bunu bir dənə qələmə vermək verdilər. Deyib elə bildim siqnal verdi, sən demədiyin mahnıymış. Ay səni aldım. Bəlkə bu pingvin dəlidir, səydi, bu nə şeylisin. Bəlkə küsüfdür. Pingvini xalq qəhrəman elədilər. Pingvini xalq qəhrəman elədilər. Topla şah verə bilər məsəl üçün. İndi burada ən yaxşı gediş kimi atı vurmaq olar məsəl üçün. Topla vura bilmir, çünki topla vurub mat eləyir. Hə, Tural usta. Bəhnəm nə qoşulmadın ay bəhnəm, qadın alım. Oo. Gözəl. Qəşəng. Sağ ol qadanam, sən nə tərsən bənim? Qəşəng. Görürsən də gedişləri. Bu xeyir eləyir ki ona. Serona at düşdü. Amma oradansa məncə Aha. Belə ağlarda üstünlük var. Piyada üstünlüyü var da. Prosto istifadə eləyə bilər də. Şah verib topunu da götürmək olardı. Səhv elədim, əmin. Topla şah nə? Şah verib topunu götürmək olardı.
topun birini məsələn götürüb tək topla oynamaq daha rahat olardı məncə. Kitap biraz şeydi. Ya piyada ha. Benim ne koşulmadı? Ha bildim. Mükafatlıydı Rapid turniri yoksa? Oo. Vay mattan çıkabilir mi? Ha. Vay top oynamasaydı mat idi. Bu mükafatlıdır bu benim kalın. Görmedi de yəqin. Bu ha 3. tur. Cavidan 5000 beğeni yaptı. Ağlar bu cür üstünlükdən istifadə edə bilmir. Bayaq topları dəyişməli idi ağlar. Səhv elədi. Topu gərək dəyişər. Bu 2. turdur. Hə. Bəli. Sağ ol Sadi. Nihat ne olub ki ona? Matinho Banderas'a ne olub ki? Oynamır, yoxdur, yoxsa nə tər? Bəli. Vay. Hə, bildim. Bəli, şah verdi, top da düşdü. Bəli, yayındırma production. %50 jeton 5 manat. Baha değil mi? 150 jeton 5 manat. Yaynasan. Neden gaga? Pisliklerden yayınmışam da Sadık malsızdı. He. Bilmək olmaz. Bilmək olmaz, heç olar olmaz.
Bəli, piyada düşdü də atla qoruya bilər. Ya atı. At C4 oynamaq olardı. Bu da yaxşıdır. Məsələn, piyadanı qabağa vermək. Yox, yox, yox. Bu səhv gediş idi bu. Ya piyadanı necə ötürmədi hə bu? Ha? Piyadanı necə ötürmədi ki, qaqa? Piyadanı götürsəydi, içsəydi də. Ha? IGİ'de Piyadanı 5000 götürsəydi, beğeni içsə yaptı. döydü. Niyə götürmədi piyadanı ki? İndi duzdu da bunlar. Ha? Ay sən nə? Axşamınız xeyir, axşamınız xeyir. Bilmək olmaz heç hesədir, çünki piyada qaraya ağa çıxır. Bilmək olmaz bu heç olacaq olmayacaq. Dəqiq bilmək olmaz. İndi o filin qabağını kəsmək olar da, elə bir vəziyyət qurmaq olar ki, filin qabağını kəsəsən. Onu nətər eləmək olar? Məsələn, atıb belə oynamaq olar da, filin qabağını kəsmək üçün. Şah da gərək belə oynasa, məsəl üçün, orada filin qabağını kəsmək olar. Nətərsiz, Nataman xan? Hə, bəli. Şahı geri oynamalıdır, atı qoymalıdır ora, düzdürmü? Atı qoyanda ora artıq fillə vurur. Yox, belə yox, belə alınmır. Belə də alınmır, dostum. Belə sən şahını geridən gətirməlisən. Diğer axşamınız xeyir, axşam xeyir. Sağ olun, çox sağ olun. Yox, səhv oynadı, yox, səhv oynadı. Eyb yox, eyb yox. Şahı oynamalıdır da. Şahı oynayırsa onu opozisiyada saxlamalıdır. Bax belə, bu səhv oynadı, səhv oynadı. İndi atı belə oynayıb belə qoysa artıq vəzirət çıxır. Bax belə oynasa vəzirət çıxır. Gördünüz uşaqlar, heç deyil. Piyada ağa çıxır. Ha, vəsə. İntihası atı götürsə geri vurur. At şah gəlir ora. Sonra qabağına keçə bilir də, piyadanın qabağına keçə bilir. Qabağına keçməlidir piyadanın. Burada en yaxşı gediş odur. Vəsə. Bir dənə də sola çəkdi, vəsə, bu qədər. Rəqib səhv elədi. Şahını uzaqlaşdırmamalı idi oradan. Şahını uzaqlaşdı deyə unutdu. Şahını uzaqlaşdırdı deyə unutdu. Şahını uzaqlaşdırmasaydı heç etsəydi. Deməli, birinci yerdə Eminovdur da, Eminov. İkinci yerdə kimdir? Habil. Üçüncü yerdə kitabdan adam, Akif, Haldun. Hələ ki bir-birlər var da. Yox, orada şahı oynamamalıydın. Şahı oradan Qatiqaritski oynamaq lazım deyil. Şahı oralarda hərrəmək lazım idi. Mən bayaq dedim axı, atla o filin qabağını kəsə bilirdi rəqib. Sən şahı oynadın, ona şərait yarat. Gedişləri səhv elədin. Sağ ol Oktay, sağ ol. İranın şahı olasan indi. Mən ümumiyyətlə şahım da, nə qədər. Neyinirəm İranı? Mən şahmatın kralıyam da, Sadiq qaqa. Ümumilikdə, dünyəvi. Bəli. Qoy görək. Kim var burada? Kimin oyununa baxaq. Qoy görək, bu Kasoy buradadır mı? Biraz onun oyununa baxaq. Burada da fasilə verir. Gözəl şəkildə.
Öpür Sadiq, öpür. Qəşəng mahnılar şey eləyirsən. Amin qoşuldun sən, amin. Amin Fərəcli. Qəşəng mahnılarda Sadiq qaqa barmaqların ucu uyğunlaşıbdı, əladır. 2-3 ayda elə o templə davam eləsən artıq flamenco zat getdi bir də gördüm. Tez tələsik də. Neyinizən Zavid oynamağını qadınla bəyəkləri Rafaelə dedim axı. Bizə lazımdır kiminsə oynamağı, müftə bir xal verir də qadına. Qoşula bilmədiniz. Yox, gələn həftə qoşularsınız, heç nə olmaz. Əsas məsələ qeydiyyatdan keçdiniz. Sadiq gitarist deyil, amma hobbisi var da, yəni çalışıb üzərində. Göndərdiyim linki copyright elib Google-da açmaq lazımdır, amin. Google-da, yəni TikTok spama atır linkləri, ona görə birbaşa bəli, fil çor qaldı da, fil düşdü. Gözəl şəkildə. Və belə. Nəysə, bu oyun artıq bəhnəmindir. Yəni bu artıq buna baxmağa dəymir. Gəlin bir kimə baxaq. Oktayın oyununa baxmaq olar məsələn. Oktay da bizim köhnə izləyicimizdir. Çoxdan da görsənmir. Fingerstyle, bəli. Bilir, bu Ayxan da bilir. Qaqa, fingerstyle zadı bilir hamısını. Birazdan elə bil One Opens in the elə bil ki Qafqazda Antonio Banderas'ın elə bil One Open Mexico yoxdur. Onu elə bil bir gün Qafqazda şinosunda elə bil Malaguena'nı birbaşa ifasını Sadiqə verəcəklər də, götür ifa ilə. Bəli. Elə deyir də, One Opens nə bilim nə in Mexico demir orada. One Open nə bilim nə varmaq. Elə bil orada da elə bil bir gün One Opens in the Qafqazda. Əsas məsələ fonda qoyduğum musiqilər xoşumuza gəlirmi inşallah. Hamısı şəxsən özəllərimdən generation elədiyim mahnılardır qaqa. Yəni bu müəllif hüququ birbaşa maid olan mahnılardır. Mozart'ı neyinizən qaqa? Mənim özüm Mozart kimi adamım. Bir saat qabaqcadan, elə bil dostlar, təzə mahnılarda bir saat qabaqcadan girirəm Sunoya, 2500'lük kreditim var. 2000 nə kredi? Mahnıdır. 10 krediti də 2 dənə mahnı şey eləmək olur. Bir dənə orada janrı zadı yazırsan, temanı əllə eləyirsən, gedir. Vay, yaxşı ki, Sadiq, deməli Workspace-ə, Google Meet-də Workspace-ə Pro-ya üzv olmuşdum 14 gün pulsuza. Bu günləri deməli kartda pul olmuyor. 6 euro bir, 14 euroda bir də baxdım ki, dirəni ver, pulu çıxacaqdır. Pro-ya keçməlidir axı, bildin nətə? Pro ilə də bu birisi arasında heç bir fərq yoxdur. Bir dənə 1080 görüntü verir. Bir də ola bilər ki, o canlı yayımı şey eləyə bilir. YouTube-da zətdə şey eləyə bilərsən də onu. Və bir saat çat GPT-min başını xarab elədim. Axırda mənə onu cancel eləməyə öyrətdi. Yo, borc yazılmır, sildim ucu. Bu gün gəlifdi, birindən başlayırdı da. Girdim o mənfi 6 euro yazılmışdı ondan qabaq. Amma cancel verəndə 6 euro yazılmadı. Google-da yoxladım akkauntda. Akkauntumda yoxladım ki, yox, pulucu oradan silinibdi, ləğv olunubdu. Mənə da mesaj yazdı ki, abunəliyiniz ləğv olundu. 2 aymış çıxırmış, mən xəbərim yoxdur. Mən də elə biləm TikTokdan zaddan çıxır, nədən çıxır. Mən də elə biləm ki, TikTokdan çıxır. Hər ay 20 neçə manat çıxırmış. 2 ay çıxırmış da, bildin nətər. Axırda bu gün ləğv elədim. Bir şey, yəni onun heç bir özəlliyi yoxdur. 1080 görüntü ilə 720'nin arasında heç bir fərq yoxdur. Bu tokda şahmat lövhəsidir. Bu iqravoy deyil ki, FPS adı fərq eləyir. Bu şahmat lövhəsidir. Burada
Yəni 780 olmamış 720 olanda nə olur ki? Fiqurda da görünəcək. Yəni az bir şey fərq eləyir orada. Girdim tez ləğv elədim. Bir dənə də baxım. Kartda cəmaət pul göndərib deyib bir dənə çıxıb eləyirəm. Çıxsa görə gözləyim. Yox, hətta çıxmadı. Ləğv olunur şey. Yəni çıxma. Adi vaxtı məsəl üçün şey olanda riski çıxır. İndi çıxmadısa deməli ləğv olunur. Dəli oldum Şamil nə var nə yox qadın? On 17'dir qaqa. Bugün sabah. 17 deyəcəkdim mən nənəmin şeyi bizə yaraşıbdır. Harama yaraşıbdır deyəcəkdim 17. Nənəmin bir yaxşı söz var deyir. Deyirdi falan yerimə yaraşıbdır. 11'dir. Onda o vaxtı kredit götürmüşdüm. O krediti də ödəmədim. Zəngələdilər, axırda gördülər. Xəbər yoxdur, başım bıraxdılar. Salam qanıram, salam. Şamil kişi nə var nə yox? Televiziya kanallarından nətərdə yola gedə bilirsiniz. Bu 2 dənə verilişi də bağlayıblar. Təmiz gözümüz yolda qalıb. O ikisini niyə o birisiləri niyə bağlamadılar? Mənə maraqlı. Sən nə olardın? Bal porsu. Salam salam, Qusara salam qalan. Qusara salamlar. Aleyküm salam. Ən səviyyəsi oydu, O birisində özündən getmək zadı da idi. Bunda yenə biraz Elgizin verişində biraz tema zadı biraz azalmışdı elə bil. Yəni sonuncu səfər Sadiq video kartama abunəliyə verdim. Düzəldi. Ondan sonra görürsən görüntü zad da düzəldi. Belə bir biraz jurnallaşıb bildin nətə. Görüntü çotqiləşibdi. Deməli sən demə buna abunəliyə eləmək lazım imiş. Mən bu abunəliyanı verməmişəm. Qabaq məsələn TikTok studiyaya keçəndə saniyəni göstərmirdi ekran şeydi yansıtmasında. İndi göstərir. Görsən görüntümü də çotqu verir. Amma qabaq belə deyildi. Abunəliyə vermək lazım imiş. Mən də ChatGPT-ni boğurdum. Həkimə yolunu göstər. Bunu nətər eləyim? Utdu səni Zavidan. Galatasaray Quliyev. Qızı yaxşı oyunçudur mən biləni. Yaxşı oynayandı. Sən utdun? Əladır ki. Və deyirsən hamı məni udacaq. Qızı pis oynamır. Aradasa 1200-1300 reytingi var deyəsən ona. Mən nə olardım? Mən olardım Porsche 911. Səni bilmirəm qaqa. Sən biraz ətrafların cobutdu. Mən də indi yığcamdır da Porsche 911 deyirəm özümə. Heyvan olaraq da Vaşak deyərdim özümə. Sən dedim də bal porsu. Amma maşın olaraq məsələn səni Volkswagen Juk'a oxşatmaq olar. Volkswagen Juk ya da Mini Cooper.
Bu turnirdir Albert. Turnirdir qadın. İzləyicilərimizin turniridir. Ya da Mini Cooper var. Yox, Mercedes çox da şey eləmə Sadiq. Mercedes sağ uyğun gəlmir qaqa. AMG yox. AMG-ni deyənlərəm. Amma Mercedes uyğun gəlmir qadana. Salam salam Andromeda Mebel. Aleyküm salam. Adem salam. Adem deyəndə Adem yekə kişidir. Adem kişi deyək də. Mercedes nədir? Qardaşın BMW sürür. Sən də Mercedes mi sürəcəksən? Mercedes. Bəli. Araba Vito. Nurxanla Vito. Bunun oyununa baxmışıq da. Baxmadığımız oyun. Məsələn, mütəllimin oyununa baxmamışıq. Yəni mütəllimin oyununa baxaq. Mütəllimin də piyadası gedir yavaş-yavaş sağdan soldan. Mercedes BMW-dən yaxşıdır. Olsun, olsun. Nə bilirsən, heç birini sürməyibsən. Nə bilirsən, bu yaxşıdır yoxsa o yaxşıdır. Siz də sağ olun, Adəm kişi. Yuxuda görə bilərsən ancaq. Qardaşın alıb ucu sürür. Minib çapırsan ancaq onu yuxuda görə bilərsən. Instagramda bir 6 ay fırlanma sən də alarsan. Prosto Instagramda fırlanmaq sənin cibini boşaldır qadınım. Bildin də, bildin. Qardaşın 24 yaşında nağayırdı, sən 24 yaşında nağayırsan. Bir onun da fərqinin var. Hər halda 24 yaşında qardaşın sən elədiklərini eləmir. Onda sən qabaqdasan, prosto nə olsun ki? Instagram səni geriyə salır. Ha qabağa düşmək istəyirsən, Instagramdan bir təpik vururlar ki, geriyə get. Ha qabağa getmək istəyirsən, deyirlər geriyə get. Ay alınmır. Ağlar da burada 2 dənə vəziri çıxıb gözəl şəkildə. Və deyən görməyək. Bunu vurdu, şah verdi. Oradan piyadanı vurdu. Piyadanı vəzirə çıxartdı, nə olur? Yox, vəzirə çıxmağa hələ çox var. Oy, onu da verdi. Görür. Bir dənə vəziri var idi, onu da verdi. İndi pat axtaracaq, qoy görək. İndi də pat axtarır, deyən görək. Bir dənə vəziri var idi, onu da verdi, indi də pat axtarır, qaralar, haldı. Bəli, mat. Gözəl. Gözəl. O görə Rauf'la, Rauf profilini təzə açmışdı, 800 reytinqə düşürdü. Bəli. Rauf cılımın profilini təzə açmışdı. 9500-lə. Bu neçədən o? 2 dənə oyunu uduzubdu sırası. Gör kimlər olur ki, bu 800 reytinqə düşübdü, ha? Grasmeister Cəmil bilmirəm, yəqin harasa gedib. Haldım. Boş yerə verdin oyunu. Altı saniyəsi qalmışdı rəqibin. Artırmanı qoymuşam ki, bir də görsən oyunun axırında kiminsə piyadası vəzirə çıxır da, bildin nə tərəf, faktiki olaraq mat eləyə bilir səni. O vaxta görə şey olmasın da, təntiməsin. 3 saniyə qoyursan, bu yəni şey də olmalıdır. FIDE qaydalarına uyğun olaraq da qadınım. Bizim turnirimiz FIDE qaydalarına uyğun olaraq keçirilir axı. Mənim oyunumda incəliyə. Mütəllim, sən qoşulubsan turnirə. Sən də oyununu qoşun bundan sonra. Problem yoxdur. Pide qaydalar. Bəli. Fide yox da pide. Ola bilər. Bəli. Mütəllim, sən oyunun qoşulubsan. Rəvan gəldi sən. Söhbət dəyişin. Rəvan gəldi. Söhbət dəyişin. Rəvan elə bil Fidenin birbaşa Azərbaycanlandakı distributordur. Söhbət dəyişək. Yəni birbaşa aparıb hamısını ocuuna qoyan adamdır.
Birbaşa burada nə olur? Hamısını aparır Fidenin sədrinin ucuna qoyur. Yəni bu başını buraxır. Söhbəti dəyişək. Səndən söhbət getmir. Rəvan qonşumuzda bir rəvan var onunla bağlı. Birdən özünə götürərsən qaqa. O Cəmilin söhbəti. Sadiq sən də ürəksən də qaqa. Sən də ürəksən. Bildin də nədir? Dünənki o şəxsi temalarda söhbət elədiyimiz o Cəmilə göndərdiyin üçün sən də ürəksən də. Mən də demişdim də Cəmilə göndərsən siz ürəksiz. Uf, mata var, nə pis mata oldu. Boy. Sağ ol Elçin. Gözəl. Gedim tur başlayana kimi bir özümə çay süzüm. Gəlim. Mütəllim adın nə oldu burada? Bir dənə denəm, mən sənin növbəti oyunda sənin oyununu qoşum qanın. Bu boyda şeydir, nə qusacaq? 2 dənə burada bir atımlıq şeydir. Nəyə qusacaq? Mütəllim bayaqlar sənin oyununa baxdıq elə bil. 2 dənə fındıq boyda şeydir. Onu nəyə qusacaq? Bayaq sənin oyununa baxdıq amma mütəllim. Sonuncu oyununa. Hə, bəli, kitabdan adam. Yenə baxarıq amma heç nə olmaz. Hə, bayaq baxdıq mütəllim, amma yenə də baxaq da, qoy ekrana verək, qoy görsün. Deməli, haradasan? Bəli, çox adam uduzur. Xas Məmmədliyə nə olur? Xas Məmmədli nəsə axır vaxtlar özünü çox oyun cəhətindən elə görsə də bilmir özünü. Deməli, Xaliqləndir də oyunun sənin eləmi? Gediş elə mütəllim, gediş səndir. Xaliq səni gözləyir. Oyunu başlayıb və Xaliq səni gözləyir mütəllim. Gediş elə bir dənə oyunu başlayaq, mən gedim özümə bir çay süzüm. Bunu eşitdim mən yoxsa? Nəysə, mütəllif deyən məni eşitmir. Xaliq də gözləyir o. Deməli, Qafqazla Eminov kimdir? Onun oyununa baxın, mən gəlirəm.
Qaraların da vəziyyəti pisdir elə. Nə, bu maraqlı gediş oldu. Burada indi hücumu planlamaq lazımdır da. Atı işə salmaq lazımdır, atı. Fillər çox güclüdür da. Qaraların fili çox güclüdür. Ki fili də gör nə interesli baxır. Çox güclü filləri var qaraların. Bəli, bunu da fikirləşmək lazım idi dostum. Amma belə şah cinahını açırsan da, onu vurmağa daha yaxşıdır məsəl üçün. Onun sənin filini vurmağa daha yaxşıdır. Məsələn, atla şah versən nə olur görə? Amin qoşulubsan sən özü turnirə qadan qalıb. Belə mənim Instagramda Sadiq. İstək göndərin. Baxım, ad nədir? Belə mənim Instagramımın kəşfiyyatı bəli pozulur şu an. Adın nə oldu? Onun. Orizaba Cocktail, Orizaba. Bəli, o niyə oynadı ki? Vurur da o statla. O atla da vuran bu top vurur. O nə ilə oynadı ki? Atı nə verdi ki? Mən dedim axı, atla bu tərəfdən şah vermək olardı, nəsə. At bağlamaya düşdü. Bu da gözəl gediş idi. Bəli, hər bir vəziyyətdən zəfərət gəlməyib axı təklif. Amin. Komandaya təklif göndəribsən, gəlməyib mi qaqa? Bu görə indi qaralar oyunu necə açacaq? Mənə çox maraqlıdır. Bu oyunun axırı nə olacaq? Buyur İsmail. Yazını bir dəfə yaz İsmail. Oxuya bilirəm, görürəm bütün yazıları. CLS takip etti. Mən yox. Kokteyl, Orizaba. Kak Jizit. Sağ ol Elçin. Lap yaxşı. Elçin sağ ol Elçin. Baxın. Bu səhifəyə yenilənmə verim. Yox, gəlmir. Bir dənə Nikonun təklifi gəlib qaqa. Sən təklifin gəlməyib. Sən yerə hardasa nəyisə səhv eləyirsən ola bilsin ki. Spasiba, Arizaba, spasiba. Celoy tipi. Təzdən bir də göndər. Ola bilsin ki, şey eləmirsən, göndərə bilmirsən, yaxşı. Atın birini vurmalıdır da indi bu. Çünki müdafiəni saxlayan atlardır. Ağların qara fili passivdir hələ ki. Ağ fili də passivdir. Spasiba Arizaba. Heç nə olmaz Vaqif. Yəqin yorulubsan da ona görə. Biraz oynayanda adam beyni yorulur axı.
Qəşəng. Ha. Qaralar deyir xod da var. Sən xod elədin, mən də xod elədim. Cavidan yenə deyən udufsan qadınqam. Ha? Cavidan udan kimi deyir əllərinə sağlıq. Udur gəlir burada çatda deyir əllərinə sağlıq. Uduzanda heç demir əllərinə. Uduzanda heç demsən əllərinə sağlıq. Sən əllərinə sağlıq. Oya bu nə oldu? Pasapos düşdü burada. Udan kimi girir çatdı yazı ki əllərinə sağlıq. Acıq verirsən nə varsan mən başım çıx. Çırnadısan nədir? Hə, eləmi fikir vermədim. Vay bu ne oldu qaqa? Burada basa-bas düşdü canımız. Vur ha vur düşdü burada. Baxın. Hə gəldindi deyəsən. Bir dənəsi gəlib qoy görüm. Hə Fərəd gəlibdi. Fərəd. Bu səfər bazardın qaqa. Gəlib də qəbul elədim. Cavidan səndə ad nə idi, nick nə idi? Bundan sonra sənin oyununa baxarıq. Görüm sən nə ararsan burada elə hamını udursan. Eləmi? Hə bu ya Lord var orada. Qəşəng. Nə oldu Mat oldu ki bu. Bu ne şah vermədi ki? Vay. Səndə sonuncu oyunu. Lord Məmmədov eləmi Cavidan səndə? Qoy bir dənə sənin oyununa baxam indi, Rafael. Sonuncu oyun kimlə olub? Sonuncu oyun Əliyevlə gəlib eləmi oyunu? Yaxşı, qoy bir dənə report eləyək bu oyunu. Nə ki elə bir şey yoxdur. Amma yenə də verək də mən nəsə orada görmədim. Bir dənə report eləyim. Bundan sonra sənin oyununa Cavidan 4 oyundan 3-ünü qazanıbsan, ala oldu. Lord Məmmədov elə Cavidan səndə. 4 oyundan 3-ünü qazanıbsan. Bir uduzduğun oyunçu kimdir? Vaqifə uduzursan. Vaqifə nətər oldu ki uduzdun ki? Ha? Vay. Deyən ki bu Ramil kimdir? Yəni reytinqə baxdım. Ramilin reyting o reytinq aşağı idi. Ona görə dedim ki, onun nətər uduzursan. Bəli, burada da artıq Ramil tutdu. Bəli, fillə şahmat. Fillə buradan şahmat idi. Görmədim onu. Və fillə buradan şahmat idi, görmədi o geniş. Deməli Akif birinci yerdədir, Elmin ikinci yerdə, üçüncü yerdə gedən nə var? Bu şızıdır, budur. Hükümdən olmuş. Belə güclü oyuncular vermir, buna. Bir daha onu bunu analiz edeyim. Yəni bilgisayar analizi verək.
Heç də olmaz Vüsal. Ay 99% nədir məsələni sən gör. 99% oyun oynamaq olar. Ha? Ha, nə olur? 99% nədir? Yazıq deyilmi canım? Bu görə nə olacaq bu işlərin axırı? Allah axırın xeyir eləsin. Allah axırın xeyir eləsin. Nəysə, report elədik, cavabını gözləyək də görək nədir vəziyyət. Bir dənə bunun oyununa da baxaq. Akiflə, yeminlə oyuna. Qasımov nə yazıbsan? Görmür orada. Vüsal, səni report eləmədim. Chess şahmatı report elədim. Görək nə 99% oyunu var idi ona görə. Qoy yoxlasınlar da görək nə məsələdir. Kingston salam. 37 gedişi 99 ilə oynamaq biraz qəliz məsələdir. Sağ ol ya. Kazım sağ ol. Yox, mən baxmıram. Siko sağ ol. Mən elə şeylərə baxmıram. Gələn kimi yazıram, ilgilənmiyorum. Bir də elə videolar mənim qabağıma çıxmır. Amma lazımdır İra. Bəli, piyada qabağa düşdü, eləmi? Həmçində buradan çəngəl var, top qabağa düşüyor. Bəli. Bu gedişi görməli idi, onu nə yaxşı görmək. Ha? Aslında gedişi görməli idi. Atı vuruş sonra mərkəzdəki şeyi də vurmaq olar da, piyadanı da vurmaq olar məsəl üçün. Fillə atı vuruş sonra mərkəzdəki burası kağıta kağıt qalır da, kağıta bir at qalır. Oynamaq olar amma yine.
Bizim atla götür o fil də atla götürmək olar da tokda. Hə, indi burada maraqlı işlər var da, maraqlı işlər var burada. Hə, gözəldir, gözəldir, gözəldir. Topu məsəl üçün D2 xanasına qoysa, $500 yandırdım, 500 manat. Sis 63 sağ ol. Ne var son 500 manat. Aha. Saf oynadı. Atlar ne oynuyordun? Topu koymalıyın D2'ye. Vay vay vay. Ne var son? 500 manat elə bilən puldu. Yəni atla şah versə, mat deyə. Atla şah versə, dalına da topla şah versə mat deyil ki, hə? Yoxsa matdır da. Qəşəngçiyə düşürdü abi. Atla şah versəydi mat idi. Yax qaçdı. Qaçdı. Yox, topla şah var idi da sonra. Amma yox, şah gəlirdi C'yə, C'yə 1-ə, sonra da F2-yə çıxırdı, həmin şah. Hə, sonra da F2-yə çıxırdı, bəli. Düzdür. Amma maraqlı oyunu vardı, maraqlı matı vardı. Aha. Axır ki yolunu tapdıq o görə. Şeydir, ağlar atı çıxa bilmir. Neyse. Sonra doğru yazıyorum. Ay səninlə, bu ne belə oynadı? Ha? Bu ne belə oynadı? Mənə çatmadı dostlar. Hı? Atla aşağı. Atla aşağı. Şah gəldi, yapalım. Atla aşağı əmələ gəldi. Atla aşağı əmələ gəldi. Vay 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 vay. Belə-belədir. Mat olur ya, çıxışsız mat deyə.
Qəşəng oynadı. Bu bəx oynamalı idi. Bu aparıb şahın soxmuşdu H2-yə. Bu bəx oynamalı idi, C1 oynamalı idi təhlükədən çıxmaq üçün. Vay 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 vay. Salam Eydər, salam. Aha. Bir gedişə matdı da. Görən də nə edəcək burada? Yine boşa qoydu. Əlimi sürüşdü. Ha? Ay sən açıq. Emil, bu niyə boşa qoydun qaqa? Top niyə boşa qoydun qaqa? Ha? Əlimi sürüşdü, əlimi dəydi. Deyən şah vermək istəyirdi. Vay vay vay. Chaque regard nous engage quand on est ensemble. Le temps devient long. Nos corps se répondent doucement. Belə. Yox, şah da oradan hərəkət H piyadasını basa. O da xeyli vaxt gedir. O da gedir axı. İki gedişdən sonra matdı. Aha. Top da getdi də belə çıxır. Vay 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 vay. Aha. Yox, nəsə alınıram. Başaşmadım. Başaşmadım, heç cür başaşmadım bu oyundan. Niyə o səhv elədi başaşmadım? Heç cürə başaşmadım. Topu niyə boşa qoydun orada? Mən tutmadım o temanı. Qoca Akif Nail. Sağ ol, sağ ol, sağ ol. Sağ olun. Bu heç oldu ki. Kimdir bu? Uğurla Nihat Qoca plan neyini? Pat olma ehtimalı var ya, piyadanın qabağa versə. Ağlar. Ağlan prost piyadası gedir də onun. Boş piyadadır da.
3000 jeton 62 manat. Qəşə. l'entre tes fins. Bir dənə şir neçədir? Qadan qalın. O jeton satan. Şir neçədir? Sadiq göndərsin bir dənə şir atsın bana. Sous la lumière, ta Üçün misère, ton regard m'appelle Eləmi? sans un mot. Blokat da onda. Sans bouger, cœur contre cœur, toi et moi, perdus dans l'eau, ombre douce, ne dis rien, Mat oldu. que la nuit nous invente Piyadan bassa matdı da. éternel. Bu tərəfə çıxmalıydı əslində. Bu ikinci yerdə olan kimdir? Bu Siyah Berjiş nə bilim nə. Baxacaq da TikTokda sənin oyunlarına baxacaq. Sonunda görək sən nətər hansı dərəcədə oynayırsan. Bir iki oyunundan şübhələnirəm. Görək nətər olur. Bəli, deməli 5 turdan sonra birinci yerdə Elmindir. Elmin kimdir? Çatdakılardan. Elmin çatdakılardan kimdir? Eləmi? Ya çatdakılardandır, ya da qrupdakılardandır. Hə, kardinalsan sən eləmi? Lap yaxşı. Gələk bəhnəmə oyununa baxaq görək nə ayır. İki gedik. 2 dənə. Bundan sonra bir tur qalıbdı. Karokan da ölü bu fransızdır. Zəhləm gedir də bu fransızla bu Karokan müdafiəsindən zəhləm gedir də mənim ikisindən. İkisi də interesan açılışdı yəni. Nə bilim, açılış deyən qoyublar da. Amma elə də normal bir şey deyil. Yəni mən bəyənmirəm də. Üstünlük vermirəm. Ən yaxşı qaralarda Siciliyadır, bir də Şahindi. İkisindən başqası yalandır. Ən yaxşı. Yeganə açılış müdafiə Siciliyadır ki, ona qarşı qambit yoxdur. Tez bir dənə axırımıza oynama bax. Qutardaq oyunu. Arif sən tez skmat eləyirsən. Oy vay. Bu nə maldır? Nə Arif ki? Bu bir nəfəs alardı nə qədər? Oo, gözəl şəkildə Colinio Banderas. Ləzzətlidir də. Gözəldir də. Kol açılışı ilə də elə bil tamam məsələni həll edir. Cavidan 5000 beğeni yaptı. Ki. Təbrik, təbrik. Vay vay. Da.
Spasiba, spasiba. Onu çoxdan yazdı sənə. Sən indi şeylisən, oxumuşdum onu. Burdasan hələ. Mənlə bildim çıxıbsan yoxsa. Oruzya biraz simpatiyam var. Lap gözəl. Halal. Yaz da, yaz özünə. Chatda yaz da. Oxudu o. O buradaydı, oxudu. 2 dənə söz yazdı. 4 dənə söz yazıbsan, onun ikisi oxunandı. Elizabeth simpatiya. İkisi də ümumilli sözdür. Yəni o ikisini də quraşdırıb təsəvvüründə yaradacaq ki, o nə demək istəyirdin sən. Bu dəqiqə direktinə yazılacaqdı. Tələsmə. Get, səhərə kimi cavab ver. 2 saatda vaxt var aramızda. 3-ə 4-ə kimi yazacaq. Değişdi. Axırda deyəsən saat demirdi. Qonşumuz var idi, ona deyir. Nənənə verir, hə olar. 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 Da özün də yaxşı cavab verə bilsən qadınqam. Yəni lazım olanda özün də cavab verə bilsən. Sənə heç ehtiyac yoxdur ona buna verməyə telefonu. Özün babat cavab verə bilsən. Gördün söz tapanmısan, ChatGPT-yə də müraciət eləyə bilərsən məsəl üçün. Rus dilində, Rus dilində. Prosta sözləri dəqiq yaz da, hərf bə hərf yaz. Birdən səhv söz yazlar orada. Hə, eləmi? Onda lazım olsa mənə deyərsən, mən kömək... top get. Lazım olsa mənə deyərsən, köməklik eləyərəm. Hə, Gürcistanlı deyil, sintezator çalandı. Devam. Topu ne verdi ha bu? Benim topu verdi ki. Gözü şaşıldı. Yaz da özüne. Yaz umine bu dit simpatiya tipi. Mesela belə yaza bilərsən. At çəkmirəm da prosto. Bu yaxşı şeydir. Kim? Hey, bir de ne geldi danışır o. Ha, şey de ad günü. Bu gün Bəhnəmin ad günü. Bəhnəmin ildə bir neçə dəfə ad günü olur da elə bir hədiyyə dağıdır. Topları zadı hədiyyə verir. Bir dəfə elə olmuşdu ki, yubileyi idi. Vəzir zad da verdi. Yubileyini də vəfşi vəzir zad verdi. Sana yoxa çıxdın deyəsən, direktə giribsən. Yazıqlar ucu deyəsən, ha? Uş. 2 at topa qarşı oynamaq olar amma. Salam, hər vaxtın xeyir. Qaşay oynadı, onu şah verdi, risk filini götürdü. Çaktırmadın da, kimsə görmür. Deyirəm birdən kimsə yazırdan, ha? At çəkmirəm, ha? Deyirəm bəlkə yazıb eləyibdən, ha? Google Translate'dən istifadə eləyərək.
Babək hara getdi? Babək yuxusu gəlirdi, küstü getdi. Nə bilim, nə vardı? Hə, bir dənə ürək at, əl üstü bir dənə ürək at. Əl üstü ürək də olur. Deyir, əl üstü ürək atım. Bir dənə at da, sən canım bir dənə at. Bir dənə əl üstü bir dənə at. Yüngül də. Sağ ol abi. Online dərs keçir görəcən. At qəşəng yerə yerləşir ha orada. At yerləşir ha. Vay 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 vay. Vay 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 vay. Maraqlı oyundur. Çox maraqlı oyun gəlir orada. Deyən görür, nə var mı var abi? 5 basma olar həməsində. 5 basma olar, bəli. Sonradan şaha girmək olar. Bir dənə yaz da, əl üstü bir dənə. Heç nə olmaz, narahat olma. El adamı oxşamır sənə. Yəni gözü tox adamı oxşuyur. Vilko var idi, amma B5 daha maraqlı gediş olardı. Nəysə, mənim o gediş eləmədi. Vaxtı azdır, yəqin ona görə çalışdırmaq istəyir. 2 atla oynamaq çətindir dostlar. 2 atla adam təntir 2 atla oynayanda. Bəli. Atla topa hücum eləyib çaşdırmaq olar amma. Nə bilsən manitası var, sən danışsan elə bir Orizaba ilə Gürcüstanda yaşayan adamsan. Nə bilsən, bəlkə tək adamdır. O təkdir ki, Gürcüstandan oturub bizi izləyir, qadın. O böğründə başında olan adam olsa, Camis Gürcüstandan oradan biri izləməz. Vilk eləmədi. Bəli, yəqin atını qorudu ondan sonra da. Bəli. Bu kitabdan adama baxaq görək, kitabdan adam var oyunda maraqlı olur. Nəsə var elsin son oyununda, yoxsa yaxşı mat eləyibsən deyəm baxaq. Yoxsa nəsə var, nəsə hilə şübhəsiz adı var, yaxşı ona görə deyilsən. Ki baxaq da elsin. Kimdən oynamışdın? Nihatla. Oy vay vay, nə qəşəng matdır bu. Piyadaların nə qəşəng düzülüb elsin. Elə bir mirvaridir. Əladır ki. Bəhnəm də yavaş-yavaş gəlir də, qıqış. Sonuncu oyunda kimdən heç eləyib, hə bu? Ölmünmü? Bu chess şahmatın elə bil oyunları elə bir şübhəli gəlir mi? Dostum. Ha, sizə də şübhəli gəlir dostlar. Ha, yoxsa mənə şübhəli gəldi. Bu nəsə bu chess şahmatın oyunu mənə şübhəli gəlir. Yenə də nəysə. Qoy yenə də yoxlayaq da. Cavidan 5000 beğeni yaptı. Sağ ol Cavidan.
Baxarıq ha, Edo, bir dənə heç bəlkə də heç oynamağa ehtiyacın olmadı. Qoy görək. Vay, nə pis olacaq yəni. Çox qəribə situasiyadır bu. Yaxşı deyil, əl üstü ilə ürək göndərim. Əl üstü deyil, əl üstü ürək də göndərmək olur. Trabzon'dan nə vaxt çatmıyor ya. Lord, qəşəngdir. Yaman tutmuşdun ha, bir-birinizi yaman tutmuşdu. Bəlkə də oradan mat eləmək olardı, ya bəzən götürmək olardı. Nəsə çox qarışıq pozisiya idi, inandırma olmadı. Burada da oyun ağlarındır. Ağlar əcəb düz oynasa da əlbəttə. Saf oynadım onu ya. Saf oynadı ya. Vay, saf oynadı ya. Konkret saf oynadı ha qaralar. Ağlar konkret saf oynadı. Şah oynamalıydı qabağa, piyadanı bastı qabağa. Heç oldu. Konkret səhv elədi ha. Oktay. Oyuna aparmışdı. Ya heç oldu. Bəli. Deməli belə situasiyada şahı oynadı. Var burada. Bu belə oynadı. Belə oynamalı deyildi, belə oynamalıydı. Bildiniz nəsə? Bu götürdü şahla üzləşdirdi şahını. Bu belə oynayanda piyadanı yox, şahı oynamalıydı burada. Bildin nəsə? Şahı oynamalıydı ki, o şahını ya sağa ya sola oynasın. Sağ oynayanda artıq şahla həmin əks tərəfi tuturdu. Səhv oynadı. Oktay. Belə. Ne bunlara da bakın bana. Kimden düşürsen sen? Kasa oynan. Akif ne? Böyle. Neçənci turdu? Sonuncu turdu da. Düzdürmü?
Ses preslə düşür. Kimlə düşür? Hisədir. Gəlin baxaq da bu. Maraqlıdır bu görək bu. Akiflə düşürsən, gördüm hə. Çox qrubu səhv elədi. Udduğu oyunu verdi. Ona görə oyun sonluğu vacibdir orada. Bir xodu gözündən yandırsan, heç olur orada, vəziyyət qarışır. Salam Nizat, salam, sağ ol. Sən nə tərsən Nizat? Oyun sonunu diqqətlə oynamaq lazımdır. Oyun sonu elə bir şeydir ki, piyadanı qabağa verdin, bir də onu geri qaytarmaq olmur. Tural, salam. Amin, amin. Salam Beyvullah, salam. Axşamın xeyir. Juste pour que tu sois heureuse à me côté, Manova. Si je tombe, reste avec moi. Même dans le silence et si le monde t'oublie, moi je t'aimerai encore, crois-moi. Si tu pleures, je pleure avec toi. Ton ombre vit au fond de moi et même quand tout s'effondrera, mon amour restera là. Je rien sauf ce que je ressens pour toi, mais toi et moi on pourrait tout avoir si tu restes avec moi. Souviens-toi que je m'appelle Vega. Je pourrais même tuer le diable juste pour te voir sourire. Je ne suis vivant qu'avec toi. Je suis Vega le fils de la reine Monique, mais j'ai besoin de toi. Ay, bu gedişi gözləyirdim ki, o gediş maraqlı gedişdir. Même dans le silence et si le monde t'oublie, moi je t'aimerai encore, crois-moi. Atla vurmaq yaxşıdır, yaxşı görən. Yolağın vəziyyəti daha yaxşıdır qaralardan. Prosta oynamaq lazım. Ağlarda məsələn cüt piyadalar. Biraz ağların sağ piyadalar biraz bir-birindən ayrıdır. Əla oynayıbsan da, Vüsal, yaxşı nəticədir. Yəni yaxşı nəticədir. 3 qələbə, 3 məğlubiyyət. Pis nəticə deyil. Olur da indi. At oynamaq olar da. At məsələn D4-ə qoymaq olar. At artıq oynamaq olar. Atı D4-ə qoysan. Vəzir dəyişir, qoy dəyişsin. Piyadalarını cütdüysən. Yaxud da atı D4 ən yaxşı gedişdir. Salam Arif, salam. Yox, mat yoxdur axı.
Orada mat yox idi axı. Souviens-toi que je m'appelle Vega. Je pourrais même tuer le diable juste pour te voir sourire. Je ne suis vivant qu'avec toi. Je suis Vega le fils de la reine Monique. Mais j'ai besoin de toi pour devenir le roi de l'amour. Hə, bu cür indi atı nə vaxt oynayacaq? Au cœur brisé. Si je tombe, reste avec moi. Même dans le silence et si le monde t'oublie, moi je t'aimerai encore. Crois-moi, si tu pleures, je pleure. Mat yox idi azı. Vəziri deyəsən qoysan ora, o vurmaya da bilərdi. Məcbur deyil o vəzirini vurmağa. O vurmaya da bilərdi. Hə, yəni deyəsən topla vursa digər topla mat eləmək. Vurmaya da bilərdi. Rəqib məcbur deyil sənin figurunu vursun. Bu şaşkı deyil ki, məcburiyyətli olasan. Şah verməyə var atma. Şah. Yuxarı gəldi bir şah. Piyadanı götürəcəkdir. Şah. Yox, deyirəm vurmaya da bilərdi. Ne figur qabağa geriyə düşürdü. At oradan topla vururdu da. Fərqi yox idi. O vurmayacaq. Topu çəkəcəkdi F1-ə. Yəni heç bir şey yox idi. Je t'avoue, j'ai pas calculé. Vəzir verəcək də əvəzində. Mais quand ton sourire s'est dessiné, mon cœur a commencé à parler. Ce n'était pas juste ton regard, ni même la douceur de ta voix. C'est ce petit détail quelque part qui m'a fait tomber. Elə bir səhv oynadı. Vay. Quand tu souris, Atı nə verdi? Hə, topa hücum elədi. et moi je deviens silencieux. Latifatu, en ce jour de Saint-Valentin, Ağların o piyadası çox təhlükəli piyadadır. précieux dans les mains. Les temps sont durs, je l'avoue encore. Yaxşı Cavid. Mon cœur, lui, voulait Ağların piyadası çox təhlükəli piyadadır. ce quand tu souris. C'est là que ta beauté Bəli. crie. Si je devais t'offrir quelque chose aujourd'hui, Sonuncu oyununa deyirsən Cavidan. serait juste cette mélodie pour toi, notre ami. Piyadanın birində itirdi ki. J'aurais voulu t'emmener dehors, te couvrir de mille trésors, mais je préfère être vrai avec toi que faire semblant. Ne, burada bir şey yoktu. Je ne voulais pas faire Şahı da var da indi karaların. Ağların şahı da var. puis disparaître. Moi je voulais marquer ton cœur avec quelque chose d'honnête. Ay7 də pis deyildi. Ay7-yə nə oynamadı? Ay7-yə çünki atla şah verib piyadanı götürmək olurdu. Görmədi o gedişi. Çəngəl eləyə bilmirdi axı. Çəngəl eləyəndə piyada ilə götürürdü axı rəqib. Hayır. Atla çəngəl eləyəndə götürürdü da. En ce jour de Saint-Valentin, j'ai pas de cadeau précieux. Topu qoymaq olardı. Məsələn, bəyə Ay7-yə qoysaydı atla şah verib məsəl üçün götürmək olurdu. Nəysə. Ta brèche quand tu souris, c'est là que ta beauté crie. Si je devais t'offrir quelque Sonra chose atan üzümə aujourd'hui, yiyəcək. ce serait juste cette mélodie pour toi. Ən təhlükəli piyada C piyadası idi. Qaralar da o piyadanı bayaq götürdü. İndi buradan dalşı oynamaq lazımdır. Görək nədir. İntasıb topla onun altını vura bilmir də. Topla altını vursa rəqibin ağların atı düşür. Oo, əla oldu ki. Göydən düşmə oldu lap bu ağ qaralara. Bu nə belə oynadı hə?
Ha? quand je marche dans l'ombre. Vay vay vay. Bu ne belə oynadı? Durduq yerdə ne oynayır? Bəhnamə baxıyor. Axırdan gəldi keçdi. Ta voix me rappelle que je ne suis jamais seule. Même si le vent souffle fort, même si la peur Qoyur plan nə var? ta grâce me relève encore, ton amour Sonuncu turdu Cavidan. Bir dənə qoy sonuncu turların oyununa baxaq. Sonra sənin oyununa baxaq. Sonra yer tutmuşların da oyunlarına baxaq. İşlərimizi görək. Onu sabah ya bürsün biləcək. Sən 3-cü yerdə gedirsən, yoxsa axırıncı yerdə gedirsən. Hələ ki 3-cü yerdə gedirsən, hə. Onu sabah ya bürsün biləcəksən, neçənci yerdə getdiyini. Hələ ki düz deyirsən, 3-cü yerdəsən. Vay vay. Topla şahmatdır da. Vay sən. 28-ə heç nə. Topla şahmatdır da, bunu belə eləmək. Yəni, belə eləmək istəyirəm. Topla şahmatdır. Topu görmürük gözün, təntimiz. Qoca Cavidan Lord idi, eləmi? Nə qəşəng mat oldu. Ay sənə. Nə oldu? Nətər oldu? Nəticələr nətər oldu? Bir dənə axırıncı oyunumuz qalıb da. Ayxan Altay ilə Səfər Şovun oyunu. Bu görə bunlarla aynı. Niyə hay aldın? Niyə qızım? Niyə silsən ki? Kol açılışı ilə. Heç nə olmaz olan uduzanda da oldu. Ne silsən ki qadın? Adam uduzanda silir şahmat. Deməli nəsə haradasa səhv eləyirsən də. Tələsirsən. Tələsik gedişlər çox eləyirsən aldın. Ondan olur hamısı. Mən kimisən də tələsirsən. Bax. Vəziri verdin. Hadi görsən gözündən yanır da, məndə də olur da. Görsən yayında vəzir boşa verdik. Orada nə var ki? Bizdə də o qədər olub ki, udduğumuz oyunu düzmüşük. Rəqib boşa yerdən vəzirlə şah verib görməmiş. Narahatçılıq yox. Olur da o oyun. Hə, deməli gəldik. Emil dostum. Emil təbrik eləməmi? Həladır ki. Birinci yer nətər yaraşır Emil? Birinci səfər də birinci yerə çıxsan. Deməli bizim 3-cü yerimiz biraz şübhəlidir də, düzdürmü? 3-cü yerdə olanımız biraz şübhəlidir. Bəli. Yenə də deməli Emil tanıyırıq. Elmin kardinal kim idi?
Gözəl Emil. Təbrik. Hamı təbrik eləsin Emil. Emil birinci səfərdir ki, bizim yarışda birinci yerə çıxır. Deyir ağlamağım gəldi. Bəli, sevinç göz yaşlar.